münasibətinizə müdaxilə etməyə çalışan, müdaxilə edən, sizi ayırmağa çalışan, fikrindəki insana müdaxilə etməyə çalışan üçüncü şəxs var. Gəl görək. Hazırda hansı enerjidədir, fikir nədir, planı nədir, hansı addım atmağı düşünür və əl çəkəcəkmi? Gəl baxaq. Üçüncü şəxs hazırda özü hansı enerjidədir? Fikrindəki insanla əlaqədar hansı fikirdədir və planı nədir? Özü hansı enerjidədir? Oy, bu dəqiqə özündən çox əmindir, çox razıdır. Oy, taleyin, qismətin onun tərəfinə yönəldiyini düşünür. Bu dəqiqə özünü maksimum güclü hiss eləyir və yeni bir enerjilərlə dolub daşır. Nəysə iş görməyə, döyüşə hazır vəziyyətdədir bu dəqiqə bu insan. Fikrindəki insanla əlaqədar fikirləri nədir? Oy, fikrindəki insana cadu etmək, onu manipulyasiya etmək, ona təsir etmək, belə bir negativ etməyi düşünür. Çünki o insanı elə bil ki, fikrindəki insan ayrıldığımı, nə bilim, ona yapışmaq istəyənmi, hansısa biridir. Onu təzdən qaytarmaq, onu manipulyasiya eləmək, ona hansısa, burada cadu da mütləq şəkildə var. Etmək fikrindədir və ya edibdir. Edibdir. Gözləyir nəticəsini, eləyibdir və fikirləşir ki, tıpış-tıpış gələcək mənə, istədiyim olacaq. Hələ ki, biraz ümidi də yoxdur, amma gözləyir, gözləmədədir. Əslində, illüziyasıdır bu bunun. Gəl baxaq, planı nədir? Ruja planını dedik də, planı nədir? Planı yenilənmək, fikrindəki insanın həyatında yeganə tək olan, tək o özü olsun, onu özünə qaytarsın, öz belə, nə bilim, bu düşünür ki, mənim olan mənə qayıdacaq. Bunu düşünür. Bu dəqiqə bu fikirdədir ki, onun həyatında, yəni sizin münasibətinizi bitirəcək və geri qaytaracaq. Planı budur. Planı budur. Gəl baxaq. Üçüncü şəxs fikrindəki insanın, yəni sizin münasibətiniz olduğunu bilirmi? Fikrindəki insanın münasibəti olduğunu bilirmi? Bilir. Ola bilsin fikrindəki insan evli də ola bilər, evlisiz və yaxud da ki, hər nədirsə bilir ki, bəli var, amma mənim üçün bu problem deyil deyə düşünür. Gəl belə baxaq. Yaxın vaxtlarda fikrindəki insana hansısa negativ cadu elətdiribmi o üçüncü şəxs? Yaxın vaxtlarda fikrindəki insana hansısa bir negativ elətdiribmi? Elətdiribdir. Bir vaxt əvvəl, bir gün, bir həftə, ən uzağı bir ay əvvəl elətdiribdir və fikrindəki insanın fikirləri qarışıbdırmı deyim, yorğunluq mu var? Bunlar var. Gəl baxaq. O istədiyinin nəticəni alacaqmı? Üçüncü şəxs fikrindəki insanla əlaqədar, etdiyi negativlə, cadu ilə əlaqədar istədiyi nəticəni alacaqmı? Gözləyir. Gözləyir ki, nəticə alacaq. Yəni, bunun üçün də çoxlu pul da veribdir, amma zərbə alacaq bundan. Zərbə alacaq. İstədiyi kimi olmayacaq, istədiyi kimi alınmayacaq. Bu məsələ var, çünki burada sən də varsan. Mümkün deyil. Gəl baxaq, bəs onun özünün etdiyi negativ cadu onun özünə geri qayıdacaqmı? Bəli. 5 vaxt içində özünə geri qayıdacaq və öz yolları bağlanacaq. Özü çox böyük bir ağırlıq içində qalacaq. Belə deyim sənə, özü elədiyinin cəzasını çəkəcək. Yəni, özü nələr eləyibdirsə, hər birinin cəzasını çəkəcək, qorxuya düşəcək. Gəl baxaq. Tamamilə, o üçüncü şəxs tamamilə uzaqlaşacaqmı fikrindəki insandan? Uzaqlaşacaqmı? Məcburdur uzaqlaşmağa. Başqa yolu olmayacaq onun çünki. Məcbur olacaq uzaqlaşmağa, təkrardan yenə vaz keçməyə. Öz cəzasını çəkəcəkmi? O üçüncü şəxs etdiyi əməllərə görə cəzasını çəkəcəkmi? Etdiyi əmələ görə cəzasını çəkəcəkmi? Axmaq biridir. Çəkəcək cəzasını, 3 vaxt içində cəzasını çəkəcək. Hətta mən sənə deyim ki, o üçüncü şəxsin həyatında başqa biri də var, mən sənə deyim. Çünki o özü münasibətdən, yaxın münasibətdən cəzasını çəkəcək. Zərbə alacaq. Ya münasibəti yoxdursa, yaxınındakı kimdirsə, ən yaxınından alacaq. Münasibəti varsa belə ki, daha çox münasibəti var. Oradan alacaq özü öz cəzasını və çox güvəndiyi hər şeyi itirəcək, bağlanacaq. Tamamilə rədd olub uzaqlaşacaqmı sizin aranızdan?
tamamilə rədd olub uzaqlaşacaq. Amma bunu kontrolda saxlamaq lazımdır da. Bu baş xarabdır biraz. Gedir, təzədən yenə qayıdır, gəlir, cəzasını çəkir, burnu sürtülür, təzədən gedir. Gəl baxaq, fikrindəki insanın, o üçüncü şəxsin fikrindəki insana elədikləri, üçüncü şəxsin özünə geri qayıdacaqmı? Qayıdacaq, əlbəttə ki, qayıdacaq. Min bir zərbə ilə qayıdacaq. Nə olacaq aqibəti bəs qaydanda o üçüncü şəxsin? Maddi cəhətdən sıxıntı çəkəcək, problem yaşayacaq, öz atnaşeniyasından əlaqədar problem, sıxıntı yaşayacaq, duyğusal cəhətdən, ilişki cəhətdən bütün yolları bağlanacaq. Bütün yolları bağlanacaq. Aldım, qəbul edildim, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.